hörmətli aşığımız cavan yaşından ustadlıq səviyyəsinə yüksəlmiş, bütün Azərbaycan və Türk dünyasında sevilib seçilən Ramin Qarayevi dəvət edirik. Sizin alqışlarınız var. Sağ olun, hörmətli Vəli müəllim, təşəkkür edirəm. Mənə də söz verdiyiniz üçün dəyərli qonaqlarımızı ürəkdən salamlayıram. Və Borçalı cəmiyyətinin sədri, dəyərli Ramiz müəllimə təşəkkür edirəm ki, bizim gözəl şairimiz Səadət Qutanın belə bir yubileyini təşkil eləmişsiniz. Allah var eləsin, gələn ayaqlarınız var olsun. Əsəd Cahangir dəyərli alimimiz vurğuladı ki, Səadət xanım Borçalıda yox, Azərbaycanda da olsa onu hiss edərdik. Amma biz belə düşünürük ki, nə yaxşı Səadət Quta baş keçiddə dünyaya gəlibdir. Ona görə ki, Azərbaycanın maşallah bölgələrində yazıb yaradanlar çoxdur, amma açıq etiraf edək ki, bizim Borçalıda elə çox yazıb yaradan xanım şairlərimiz yoxdur. Buna görə Səadət xanım bizim üçün biraz da qiymətlidir, daha qiymətlidir daha doğrusu. Çünki o uca dağların, yaşıl yaylaqların, qaynar bulaqların gözündə doğulub boya başa çatıbdır. Allah var eləsin Səadət xanım, sizi ürəkdən təbrik edirəm. Mən bir Borçalı şeiri oxuyum, sonra bir baş keçid şeiri oxuyum. Olar mı? Yada qıyma, yalan ağlar, yad məni. Ölüm qalım torpağına qat məni. Sən inan, ünüm bol
köçündə, sən ayrı dünyamsan, dünyam içində. Kərəm yarğısında, alov biçində, tutayam vətəndir, ürün borçalı, tutayam vətəndir, ürün borçalı. Müəllim, baş keçdi, indi oxuyum yoxsa sonra? Yox, indi oxuyun. Bilməz, heç ay taxtın sözü,